Azərsüd, Lənkəran çayları, Evita Gözəllik Mərkəzinin baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə Şəfalı Həyat başladı. Bugünkü verilişiniz tam formatda, tam şəkildə gözəl xanımlarımıza həsr olunur. Çünki xanım, qadın bir anadır, bir övladdır, bir bacıdır və bir sirdaşdır. Hər qadın bir zərif, bir incə güldür və o gülü bizim borcumuzdur ki, qoruyaq. Və bunu qorumaq üçün Şəfalı Həyat sizin qarşınızdadır. Odur ki, diqqətiniz bizdə olsun. Bugün verilişimiz gözəl hanımlarımıza həsr olunur. Bizi bizeden yaşananlarımızdı, itip dünəndə qalanlarımızdı. Yar düşmən, yarı dost olanlarımızdı. Bizden onlara bir teşekkür. Bizim için gelenler yadlara yar oldular. Sevilmek sevmekten güzeldi, öğrendik. Gelenler hoşbaxt edecektiler, boşuna yordular. Her can diyenden can olmaz, öğrendik. İnanmaktı ilk səhvimiz, zayıflikti əhvimiz. Biz elə bildik birincidir şərəfimiz. Bizi bizden eşq acılarımızdı, saxta və yalan baş tacılarımızdı. Az güldürüp çox ağladan adamlarımızdı. Bizden onlara bir teşekkür. Bizi bizden yaşananlarımızdı, itip dünəndə qalanlarımızdı. Yar düşmən, yarı dost olanlarımızdı. Bizden onlara bir teşekkür. Bizim için gelenler yadlara yar oldular. Sevilmek sevmekten güzeldi, öğrendik. Gelenler hoşbaxt edecektiler, boşuna yordular. Her can diyenden can olmaz, öğrendik. İnanmaktı ilk səhvimiz, zayıflikti əhvimiz. Biz elə bildik birincidir şərəfimiz. Bizi bizden eşq acılarımızdı, saxta və yalan baş tacılarımızdı. Az güldürüp çox ağladan adamlarımızdı. Bizden onlara bir teşekkür. Bizi bizden yaşananlarımızdı, itip dünəndə qalanlarımızdı. Yar düşmən, yarı dost olanlarımızdı. Bizden onlara bir teşekkür. Bizi bizden yaşananlarımızdı, itip dünəndə qalanlarımızdı. Yar düşmən, yarı dost olanlarımızdı. Bizden onlara bir teşekkür. Bizi bizden eşq acılarımızdı, saxta və yalan baş tacılarımızdı. Az güldürüp çox ağladan adamlarımızdı. Bizden onlara bir teşekkür. Gülsən xanıma təşəkkür edirik. Gözəl ifasına görə, gözəl xanımlarımıza gözəl səsi ilə, məlahətli səsi ilə bu qədər gözəl şənləndirdi və Gülsən xanım təbriklərinə qoşularaq mən bugün bu gözəl məkandan Fasil restoranın rəhbərinə təşəkkür etmək istəyirəm. Bizə bugün Şəfalı Həyat verilişimizə dəstək oldu. Bizə belə gözəl mühitdə, belə gözəl bir ab-havada, gözəl bir mənzərəli yerdə biz burada toparlandıq. Odur ki, əziz xanımlar, hər birinizə bu bayram günündə gözəl günlər. Ay, nə
gözəl. Siz simanızda bütün Azərbaycan xanımların 8 Mart münasibəti ilə təbrik edirəm. Benim bugün sizə sürprizim var. Unutmamışam bayram günü olduğuna göre. Bütün hanımlarımıza güzel çiçekler de təqdim olunacaq. Bizim sponsorlarımız Azərsüd kampanyasına teşekkür edirəm. Lənkəran çayına teşekkür edirəm. Evita Gözəllik Mərkəzinə teşekkür edirəm. Bialayına teşekkür edirəm. Kosmetik vasitəyə teşekkür edirəm. Bugün bütün hanımlarımıza çoxlu hədiyələrlə yollanacaq. Mən məzlərim, bilirsiniz ki, Şəfalı Həyat verilişimizin özünü dəyiş rubrikası var. Və keçən mövsümdə Nəzirət Rəsulzadəni biz efirdən götürdük və onu biz 141 kilodan 50 kilo çəki verdik. Sağlam qidalanma ilə əməliyyatsız, iynəsiz, fəsadsız sağlam şəkildə və ən böyük arzusu oydu ki, formaya düşsün. Amma mən söz vermişdim ki, biz onun eyni zamanda imicini də dəyişəcəyik. Biraz imicini belə deyək, tam çatdırmadıq istədiyimiz kimi dəyişməyə, amma əlimizdən gələni elədik və bilirsiniz ki, mənim verilişimin, pavilyonumun, studiyamın modelyer dizayneri ilk günündən kim olub? Aygün Ağamali. Azərbaycanda yeganə və tək modelyerdir ki, özünün şəxsi İtalyan brendi var. Həmi fashion, həmi interior dizayneridir. Mənim əzizimdir, dostumdur, illər boyunca bərabərik və Nəzirədə bugün geyim tərzini dəyişə. Bugün mənim geyimim elə Aygün Ağamalidəndir. Təşəkkür edirəm Aygün xanım. Çok teşekkür ederim. Her bir selamlayırım ve Şefa Hanım'a bütün minnettarlık isteyelim. Çünkü bu uzun ve çetin bir yılda birbirimizi anladık, birbirimize destek olduk ve kızımızın üzerinde çalışmamız ben düşünüyorum ki çok muhteşem olanı. Şefa Hanım belirttiği gibi bir bağlacı force majorları var ama o teknikle bir nece diğerler aradan olan bir şeyler. Çok teşekkür ederim. Siz var olasın. Ettiğiniz iş o kadar güzeldi ki hanıma o kadar hoşbahtlık yaptı. Bu çok vacipti. Hanım hoşbahtıysa daxilində ve etrafına hoşbahtlık olsun. Ve buna göre şahsen ben adına size de her bir teşekkür ederim. Çok sağ olun, var olasın. Var olasın. Mən sizə təşəkkür edirəm ki, bu yolda mənə siz də dəstək oldunuz və hər zaman mənim yanımdasınız. Ona görə də sizə təşəkkür edirəm. Bütün dəyərli xanımların 8 Mart münasibətində təbrik edirəm. Bayramınız mübarək olsun. Mən bugün artıq 91 kiloyam. Neçə kilo vermişəm? Tamına 50 kilodan Ələt o. xeyr. Bir başda oldu. Heç bir iynəsi. Necə sağlam? Sağlam qidalanırıq. Yalnız sağlam qidalanırıq. Mən buradan bütün xanımlara səslənmək istəyirəm ki, siz yalnız mütəxəssislərə özünüzü etibar edin. Necə ki mən bacardım, mən düşünürəm bunu bütün xanımlar bacara bilər. Yalnız istəsinlər və sizi kimdə yanında motivasyonları olsun. Çox sağ olun, təşəkkür edirəm Nəzirə. Sənə bu yolda uğurlar arzu edirəm. Amma səni unutmamışam. Çünki bir məqama da toxunmaq istəyirəm. Əgər bir insan 50 kilodan azad olursa, bir insan imicini dəyişirsə, onun düşüncəsi də dəyişməlidir. Elə bu düşüncə ilə bağlı bizim növbəti qonağımızı təqdim etmək istəyirəm. Şəbnəm Orucova, psixoterapevt, hansı ki tam təmənnasız Nəzirə xanımla psixoloji durumuna da çalışacaq ki, o verdiyi 50 kiloları geri qayıtmasın. İstəyirəm Şəbnəm xanım Orucovanı da bura dəvət edim. Şefa Hanım. Hoş gördük Şəbnəm xanım. Və artıq Şəbnəm xanım özünü dəyişən bərabər psixoloji durumla Nəzirə çalışacaq. Və düşünürəm ki, hər xanıma həyatında necə ki bir diyetoloq lazımdır, motivator lazımdır, elə də bir psixoterapevt lazımdır, modelyeri lazımdır. Peki bizə xanımlara həyatda gözəl peşəkarlar lazımdır. Elə Şəfalı Həyat verilişinin də ən birinci məqsədi odur ki, biz maarifləndirməklə bərabər insanları düzgün yönəldirik, peşəkarlara yönəldirik. Necə ki, bugün studiyamızın növbəti qonağımız burada Şəbnəm xanım Orucova. Şəbnəm xanım deyəcəkləriniz var idi Nəzirə. Bəli, salam. İlk öncə Şəfa xanım sizə təşəkkür edirəm. Çox qürur verici bir histir ki, bugün burada sizin kimi gözəl xanımların ətrafında olmaq, bu sevinci yaşamaq təşəkkür edirəm. Buradan bütün xanımlarımızın 8 Mart bayramını təbrik edirəm. Mənim üçün qadın dəyərli bir almaz daşı kimidir. Hər birisinin öz saflığı var, hər birisinin öz gözəlliyi və həssaslığı və dəyəri var. Ona görə də xanımlarımız arzu edirəm ki, heç biriniz bu dəyərinizi unutmayın, xahiş edirəm. Bu çox vacibdir. Və artıq Nəzrinlə bizim xanımımız, psixoterapevtimiz Şəbnəm xanım çalışacaq. Odur ki, sizdə. Amma bugün hədiyyəsi də var Şəbnəm xanım. Xüsusi hədiyyə. Şəbnəm xanıma xüsusi hədiyyələri olacaq. Tam təmənnasız 3 uduş və bizim verilişimizdə
bizə hal-hazırda baxan hər 3 iştirakçı ilk müraciət edən iştirakçı Instagram səhifəmə mənə yazsın, dietolog Şəfa Yadigarovaya və 3 iştirakçıya tam təmənnasız sessiya olacaq və digər Şəfalı həyat verilişindən müraciət edən bayram günü iştirakçılara 50% endirim. Bəli. Mən də öz adımdan Şəfaq xanım, sizin sinonunuzda burada əyləşən bütün xanımları, analarımızı, bacılarımızı, hamınızı təbrik edirəm və ifa etdiyim musiqi kimi mənə əllərimi ver, səninlə, səni sevdikcə həyat gözəl demək istəyirəm. Çox sağ olun xanımlar. Bugün burada qonağımız var. Hansı ki, yoga təlimi. Eyni zamanda bugün bizə meditasiya etməklə bərabər tənəffüs texnikasının düzgün olunmasını bizimlə paylaşacaq və düşünürəm ki, hər bir xanım bugün düzgün nəfəs almaq texnikası, hərdən unuduraq axı nəfəs almaq, düzgün nəfəs almaq texnikasını Maral xanımla bərabər edəcək. Buyurun Maral xanım. Salam Şəfaq xanım, sizin komandanızda olmaqdan çox məmnunam. Bütün Şəfalı Həyat klubunun xanımlarını salamlayıram. Nəfəs texnikası haqqında nə demək istəyirəm? Nəfəs həyatdır. Biz düzgün nəfəs almaqsa, deməli, biz bir sıra xəstəliklərlə qarşılaşırıq. Bədən əgər oksigeni lazımi şəkildə mənimsəmirsə, bütün hüceyrələrimizə biz oksigeni düzgün şəkildə ötürə bilmiriksə, orada müəyyən xəstəliklər meydana gəlir, şişlər və yaxud halsızlıqlar, yorğunluqlar meydana gəlir. Buna görə də mən bütün xanımlarımıza tövsiyə edərəm ki, gün ərzində 10 dəqiqəni nəfəs texnikasından məşğul olsunlar. Bunu biz 10 dəqiqə məşğul olmaqla 5 gün davam eləsək, bunu biz həyat tərzimizdə çevirə bilərik və xanımlar dərindən nəfəs alırıq. Bir əlinizi qoyursunuz önünüzə və bir əlinizi qarın boşluğa. Nəfəs almağa başlayın və dərindən nəfəs verin.
burunla nəfəs alıb, burunla nəfəs vermək. Düzgün nəfəs budur, bəli. Hanımlar, beləliklə biz bu nəfəsi təkrarlamaqla bunu siz bir vərdiş halına gətirirsiniz. Ola bilər ki, düzgün nəfəs almada baş ağrısı ola bilər. Niyə ki, siz hər dəfə düzgün nəfəs almırsınız, amma düzgün nəfəs aldıqda baş ağrısı ola bilər. Bu keçici bir şeydir. Öyrəndikcə bu tədricən sizdən gedəcəkdir. Və bugün bizim digər bir sürprizimiz də var. Maral xanım tərəfindən yoga təlimləri 50% endirimlə tüm burada iştirak edən xanımlara hədiyyə olacaq. Bizim hər bir xanımımız bir çiçəkdir. Odur ki, bütün xanımlarımıza Bar Trest tərəfindən, gözəl Nübar xanım tərəfindən gözəl çiçəklər təqdim olunur. Təşəkkür edirəm Şəfa xanım. Başda siz olmaqla güllərdən, çiçəklərdən gözəl xanımları, hamısının bayramını təbrik edirəm. Həyatınız çiçəklər qədər rəngarəng və gözəl olsun. Heç bir zamansız olmayın. Sizi çox sevirəm. Bayramınız mübarək olsun.
Əziz xanımlar, 8 Mart bayramınız mübarək olsun. Hər zaman gözəl, baxımlı, şəfalı, sağlam olasınız. Buradan iştirak edən bütün qonaqlarımı səmimi qəlbdən təşəkkür edirəm, təbrik edirəm. Hər biriniz var olasınız və mənim xüsusi qonaqlarım, istər Aygün xanım, istər Maral xanım, istər Elmira xanım, istər Şəbnəm xanım, istər Hamısı özəl və gözəl müğənnimiz Gülstan xanıma gözəl ifalarına görə təşəkkür edirəm. Ümid edirəm ki, bütün xanımlar bugün burada çox belə deyək, xoşbəxt oldular və müsbət enerji aldılar və Gülstan xanımı da son sözü artıq verirəm Gülstan xanıma. Çox təşəkkür edirəm mən də sizə Şafa xanım. Biz illərdir ki, sizinlə dostluq edirik və bugün bir xüsusi bir dəvət oldu mənim üçün. Çox məmnun oldum. Belə gözəl xanımlarla görüşməyə və mən də efirimizin sonunda bir gözəl papori ilə xanımlarınızın hamısını rəqsə dəvət edirəm. Bayramınız mübarək olsun. Onu sanki qələm çəkir, nə ilahi, özü bəhbəhbə. Onu sanki qələm çəkir, nə ilahi, özü bəhbəhbə. Can almağa qəsdə durub, qaşı gözü nazı bəhbəhbə. Can almağa qəsdə durub, qaşı gözü nazı, qaşı gözü nazı, qaşı gözü nazı, bəh, bəh, bəh. Gözəlləri güldərincə, tel oynayar yeldəyincə. Gözəlləri güldərincə, tel oynayar yeldəyincə. Gözlər çeşmə, dudaq gönçə, bir mələkdir özü, sözü bəh, bəh, bəh. Gözlər çeşmə, dudaq gönçə, bir mələkdir özü, sözü bəh, bəh, bəh. Sığal verib yenə qara telinə, süzgün baxır hara gözlərin. Sığal verib yenə qara telinə, süzgün baxır hara gözlərin. Pərvanə təy dolanaydım başına, qurbanı olaydım ala gözlərin. Nola bir də dolanaydım başına, qurbanı olaydım ala gözlərin. Gözlərin ala gözlərin, qurbanı olaydım ala gözlərin. Gözlərin ala gözlərin, heyranı olaydım ala gözlərin. Gözlərini süzmə gülüm, ürəyimi üzmə gülüm, sən nərgizim qızıl gülüm, gəl gözəl sevgilim. Gözlərini süzmə gülüm, ürəyimi üzmə gülüm, sən nərgizim qızıl gülüm, gəl gözəl sevgilim.
Azərsüd, Lənkəran çayları, Evita Gözəllik Mərkəzinin baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə şəfalı həyata baxdınız.